Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb. İstintaqın məlumatına görə o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirib. Həmçinin bir sıra müəssisə rəhbərlərinə həqiqətə uyğun olmayan məlumatlar verərək narahatlıq yaradıb. Mingəçevir şəhər prokurorluğunda özünü prokurorluq əməkdaşı kimi təqdim edərək bir sıra şəxslərin pul vəsaitlərini aldatma yolu ilə ələ keçirməsi və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən hərəkətlər törətməsi faktı ilə bağlı cinayət işi başlanaraq istintaq aparılır. Baş prokurorluqdan verilən məlumata görə istintaq zamanı Vasif Haqverdiyevin müxtəlif şəxslərlə əlaqə saxlayaraq özünü Mingəçevir və Tərtər rayon prokurorluqlarının əməkdaşı kimi təqdim etməklə onların etibarından sui-istifadə eləyərək pul vəsaitlərini ələ keçirməsinə, habelə bir sıra məktəbə qədər təhsil müəssisələrinin rəhbərlərinə barələrində araşdırma aparılacağı və maliyyə təsərrüfat fəaliyyətlərinin yoxlanacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və prokurorluq orqanlarının işgüzar nüfuzuna zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Toplanan sübutlar əsasında Vasif Haqverdiyevə Cinayət Məcəlləsinin təkrar dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.